Salamlar hər kəsə. Keçən dərs qaldıq ki, Fəxrəddin bəy anasına kifayətdir, Səadət xanım barəsində artıq söz danışılmasın deyir və daha sonra Mələk xanım kifayət olsun, eybi yoxdur, dur gedək oğul Şahmar bəyə. Allah barı səni mənə çox görməsin, dur gedək deyir. Şahmar bəy, bəli, fəzilət axund məlum şüd. Buyur, gedək ana. Fəxrəddin bəy tək monoloqundan istifadə olunub burada. Biz bilirik ki, monoloqlar əsasən, eyni zamanda dialoqlar əsasən dram əsərlərində özünü göstərir və baş qəhrəmanlara daha çox aid olur monoloqlar. Xüsusilə monoloqu vurğulamaq istəyirəm. Çünki biz baş qəhrəmanın daxili dünyasına bələd olmağı daha çox istəyirik və ona görə də məhz monoloq baş qəhrəmana daha çox aid olur. Çox nadir hallarda epizodik surətlərə da görə bilərik. Məsələn, İblis əsərində Mələkdə görürük monoloqu. Və burada Fəxrəddin bəy tək qalaraq, yəni monoloq ifadə olunub burada. Qəribə işə düşmüşəm, and olsun Allaha. Bu kəsafətimə də ilə mənə ağıl öyrətmək istəyirlər. Canım 5 gün deyil bu vəhşi tayfanın içinə gəlmişəm. Az qalıbdı ki, məni cəllad eləsinlər. Xudaya gör mən nə dərd çəkirəm. Bunların fikri nədir? Tüfu, xaraba qalasan ölkə. Heyif sənə gözəl şəriət, heyif sənə gözəl İslam. Hürü kişi libasında daxil olur. Fəxrəddin bəy, kimsən, nəçisən, burada nə işin var? Yanaşır. Hürü kişi libasında daxil olur. Əslində Hürü ilk dəfə deyildi bu libasda daxil olurdu və gedirdi. Yəni yadda saxlayaq ki, Hürü nənə bir neçə dəfə kişi libası geymiş olur. Fəxrəddin biraz narahat olur. Soruşur ki, kimsən, nəçisən, burada nə işin var? Qorxma, Hürü nənə sənə qurban, mənəm, mən. Belə sənin qoca Hürü nənə. Gecənin bu vaxtında bu libasda nə olub Hürü nənə? Allah xatirinə tez mənə hal elə. Qorxma canım sənə qurban. Hələ qoy bir nəfəsimi alım. Səndən sabah yaxında adam yoxdur ki. Heç kim yoxdur. Bircə də görüm Səadət salamatdır mı? Nə iş ittifaq düşüb. Yəni narahat olur Səadətin başına nəsə gələcəyindən. Hürü nənə isə salamatlığa başına dönüm. Bizim o mürdəşir üzünü yumuş Rüstəm bəy. Baxın, öz ağasına qarşı münasibətinə necədir? Hürü nənənin məlum oğlu məlum, kifayət qədər ona təhqiramiz ifadələr işlədir. Hazırlaşıb sizin evə od vursun gecə vaxtı və çölə çıxanı yanğın işığına güllə baran eləsin. Bir dəli qudurmuş Cahangir bəy də var. Deməli, Hürü nənə tək Rüstəm bəy haqqında məlumat vermir. Eyni zamanda Cahangir haqqında məlumat vermiş olur. Bilmirəm, onu tanıyırsan ya yox deyə soruşur. Yəni, bilmir onu tanıdığını. O da Səadətdən ötürü dəli ivanədir. Kişi istəyir, onu da gətirib köməyə. Deməli, belə çıxır ki, Fəxrəddinə ilk dəfə olaraq bu haqda, yəni Cahangir bəy haqqında danışan Hürü nənədir və eyni zamanda Rüstəm bəyin onu da köməyə çağırmaq istəməyini də Hürü nənə gəlib çatdırır. Bu evin adamlarını cəmən qırsın. Rüstəm bəyin tədbirini Səadət xanım və Gülbahar xanım bilib təşvişə düşüblər. Məni də göndəriblər xəbərə. Fəxrəddin bəy, nahaq təşvişə düşüblər. Rüstəm bəy mənə heç zad eləyə bilməz. Ancaq təəccüb burasıdır ki, mən hazırlaşmışdım gedim Rüstəm bəyin qulluğu şərifinə. Bu düşmənçiliyi aradan qaldırmaqdan ötürü, yəni aralıqdan götürməkdən ötürü. İndi ki, belə oldu, neynəmək lazımdır? Lazımdır sərhesab olmaq. Məni xəbərdar eləməkdə yaxşı iş görmüsünüz. Biçarə Səadət. Yəqin əziyyət çəkir. Burada da Səadətə fikirləşir. Və görürük ki, o da Mahmud kimi, yəni Fəxrəddin bəy də Mahmud kimi elə də narahat olmur bu məsələdən. Yəni ciddiyə almır deyək. Hürü, Səadət xanım biçarə özünü öldürür. Deyir, Fəxrəddin bu vilayətdən baş götürüb getsin, aman günüdür. Qoy deyir, dünya və aləmin hər nə müsibəti var, mən çəkim. Fəxrəddinin başından bir tük əski olmasın. Fəxrəddin bəy də deyir ki, mən bir işdə çox böyük səhv eləmişəm Hürü nənə. Gərək Səadəti düz aparaydım Almanyaya. Qalaydıq orada və bir belə zəhmət çəkməzdik. Bu vəhşi tayfanın
nahaq, beinsaf, bimürvət işlərini görməzdik. İndi görək Allah nə istəyib. Deməli, burada biz Fəxrəddinin tez-tez sual düşsə ki, peşmanlığını görürükmü? Burada yaşamasından bağlı, bura gəlməklə bağlı, bəli, görürük. O qayıtmaq istəyirmiş səndəmə, sadəcə bunu eləməyib, səhv elədiyini düşünür. Fəxrəddin, canım sənə qurban, mənim buraya gəlməyimi gərək heç kim bilməsin. Çünki məlum oğlu məlum bizi diri-diri boğar. Deməli, gizli gəlmişdi, çünki kişi paltarında gəlmişdi. Dar ağacına çəkər. İndi mən gedim qurban sənə. Saadət xanım təvəqqə eləyirdi ki, burada qalmasın və gedən vaxt məni görməmiş getməsin. Deməli, Saadət xanım Fəxrəddinin getməyini istəyir. Təki harda olur olsun, salamat olsun. Amma getməmişdən qabaqda onu görməyini istəyir. Yəni, düşünə bilərsiniz ki, onu görmədən çıxıb getsin deyə təvəqqə eləyir. Xeyr. Xahiş edir ki, onu mütləq görsün, elə getsin. Fəxrəddin bəy yenə monoloq səslənir burada. Rüstəm bəy intiqam almaq istəyir. Neyləmək? Belə vay, 50 ilə gələn vaydır. Rüstəm bəydə günah yoxdur. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər. Baxın, əsərin ideyası dram əsərlərində, burada indi faciədir, dram əsəri dedikdə dramatik əsər nəzərdə tutulur, dram janrı yox. Janrın özünə məxsus xüsusiyyətləri olur. Hər dəfə dram əsəri deyirəm, elə bilərsiniz dram janrı nəzərdə tutulur. Xeyr. Bu faciədə biz Fəxrəddin bəyin görürük ki, müəllifin çatdırmaq istədiyi ideyanın daşıyıcısıdır Fəxrəddin bəy, yəni baş qəhrəmandır. Və bu baş qəhrəmanın monoloqundan da müəyyən olunur ki, müəllif əslində elmi, sənəti, tərəqqini irəli çəkməyə çalışır. Çünki maarifçidir. Nəcəf bəy Vəzirov maarifçiliyin banilərindən sayılır və Fəxrəddinin də monoloqunda bunu görürük. O deyir ki, belə vay, 50 ilə gələn vaydır. Rüstəm bəydə günah yoxdur. Deməli, belə çıxır ki, o mühitin insanıdır. Rüstəm bəy mühitin insanı. Bir daha deyirəm. Fəxrəddin isə bu mühitə qarşı baş qaldıran, yəni bu hakim mövqe tutmuş mühitə qarşı baş qaldıran yenilikçi qüvvədir. Bəzən faciə nə üçün faciə olur? Bu nə üçün faciədir ümumiyyətlə? Bəzən yeni baş qaldıran qüvvələr köhnə mühitə qarşı, yəni hakim mövqe tutan mühitə qarşı gücünü nümayiş etdirə bilmir. Yəni, biz nə üçün deyirik ki, burada Fəxrəddinin mənəvi qələbəsi, amma fiziki ölümü var. Cismən ölür, amma mənəvi qələbə çalır. Ona görə ki, baxmayaraq ki, o faciədə əsasən baş qəhrəman ölür. Əsasən deyirəm, amma həmişə yox. Məsələn, Səlma ana obrazı ölməmişdi, baş qəhrəman oydu. Ana əsərində və yaxud başqa bir əsər deyəcəm indi sizə faciə şanlında yazılsın, amma baş qəhrəman ölməsin. Yəni, hər zaman ölmür. Burada Fəxrəddin ölür. Sadəcə bir məsələ var ki, baş qəhrəman əgər ölürsə, onun idealları yaşamalıdır. Yəni, faciədə baş qəhrəmanın idealları mütləq yaşamalıdır. Bir başqası tərəfindən yaşadılmalıdır. Burada düzdür, Fəxrəddin bəy cismən ölür. Amma onun qoyduğu ideallar Saadət xanım tərəfindən davam etdiriləcəkdir. Yəni, deməli, o hələ uzun bir əsr yaşayacaq. Yəni, mənəvi qələbə dedikdə bu nəzərdə tutulur. Və Fəxrəddin bəyin də elə biz nitqindən görürük ki, o deyir ki, elmdə sənətdə geri qalan millət bizim günümüzə düşər. Ağsaqqal, büzürgüvarımız Rüstəm bəy. Ağsaqqalımız Rüstəm bəydirsə, mənim təqsirim nədir ki, məni öldürtmək istəyir bir təqsir. Xudaya, mən ölümdən qorxmuram. Qüdrət sənin əlindədir. Amma rəva deyil ki, mən bir belə zəhmətdən sonra öz mətləbimə çatmamış, arzularıma yetməmiş cavan bir qəda sifat adamın əlində bir təqsir bəda gedəm. Deməli, deyir ki, mən arzularına yetməmiş cavan, burada bir fasilə var idi, bir qəda sifat adamın əlində bir təqsir bada gedəm. Deməli, o da Rüstəm bəy qəda sifat adlandırır. Yəni, qınayır.
Növbəti məclis Cahangir bəyin bağçasında. Cahangir bəyə diqqət etməyinizi xahiş edirəm. Çünki Cahangir bəyin Səlma ana, yəni ana pyesində, ana faciəsində Orxanla bənzərlikləri var və tezdə də düşür. Gəlin görək bu bənzərliklər nələr olacaq. Cahangir bəyin bağçasında vaqe olur hadisələr və burada görürsünüz remarkadan istifadə olunub. Uf, belə ömür keçirməkdənsə ölüb qurtarmaq yaxşıdır. Allahın bir bəlasıdır ki, düşmüşəm. Yemək yox, içmək yox, bir dəqiqə bir yerdə fərağat durmaq yox, oturmaq yox daha doğrusu, mal dövlət tarac oldu, getdi. Deməli, Cahangir bəy müflisləşmiş bir bəydir, onun pulu yoxdur. Amma biz görürük ki, Orxanın, yəni Səlma ana əsərindəki Orxanın pulu, imkanı var idi. Hətta onun qızlar dərdindən ölüb dirilirdilər, ölüb bitirdilər. Burada isə Cahangirin pulu yoxdur, müflisləşmiş bəy obrazıdır. Özüm də düşmüşəm bu günə deyir, mal dövlət tarac oldu, getdi, özüm də düşmüşəm bu günə. Xudaya, mən nə günah eləmişdim ki, sən məni bu hala saldın. Nə qədər özümə söz verirəm, Qurana kitabı and içirəm ki, bundan sonra saadət adı çəkməyəcəm. Olmur. Dəli divanə kimi gecə yarısından keçmiş atlanıb gedirəm, o ətraflarda gəzirəm, yorulub axır nəfəs, təng nəfəs geri qayıdıram. Nə qədər fikir eləyirəm, dərdimin əlacı bircə şeydir. Gərək Fəxrəddin aralıqdan götürülə. Yoxsa ayaq-yalın, başı açıq dərələrdə, təpələrdə Məcnunam ki, Məcnunam. Fikir verin, Məcnun sözü böyünə yazılıb. Burada söhbət Leyli və Məcnundan gedir. Yəni, ümumi dəli olmaq mənasında deyil. Məsələn, Səlma ana əsərində biz görürdük ki, yəni ana pyesində görürdük ki, orada Orxan öz dostu İzzəti Məcnun hesab eləyir, amma Məcnun orada əməlli başlı, yəni dəli mənasındadır. Bildiyimiz Məcnun, Leylinin Məcnunu deyil. Burada isə Cahangir bəy özünü birbaşa o Leylinin sevdiyi Məcnuna bənzədir və eyni zamanda görürük ki, o əslində özünü bu fikirdən daşındırmağa çalışır. Cahangir bəy çalışır ki, o qızı, yəni Səadəti unutsun. Amma unuda bilmir və belə bir çarə fikirləşir öz beynində ki, Fəxrəddini aradan götürsün. Orxan isə həm İsməti öldürmək istəyirdi, əgər ona hə deməsəydi, həm də Qanpoladı, hər ikisini öldürmək istəyirdi. Amma nə təsadüfsə sadəcə deməli Qanpoladın qarşısına çıxır. O da ki, heç Qanpolad ona, daha doğrusu heç Qanpolada silah çəkməmiş, Qanpolad onu öldürür. Qanpoladın qatili Murad idi. Deməli, bunun da Orxan kimi dostları var, Fərhad və Məhərrəm. Deməli, bunlardan kim danlayır Cahangiri? Baxın, ana əsərində İzzət Orxanı danlayırdı. Burada isə Fərhad deməli danlayır onu. Deyir Cahangir, nədir? Yenə sir sifətindən qan yağır. Fərhad deyir, suya basılmış toyuğa oxşayırsan. Yəqin yenə o əhvalatdır ki, səni bu günə salan. Yəqin yenə o əhvalatdır səni bu hala, yəni bu günə salan. Məhərrəm isə deyir ki, mən ölüm Fərhad. Bəri gəl, qaydaq. Cahangiri bu halında görməkdənsə görməmək yaxşıdır. Sağ olmuş elə bil ki, xanzadələrin borcunu bundan almaq istəyirlər. Deməli, həm də Məhərrəm onu qınadı. Əlbəttə elə deyəcəksiniz. Kötan nə bilir, qayışını çəkir. Baxın, daha bir atalar sözünü biz görmüş oluruq. Bir neçə atalar sözü və məsələ rast gəldik əsəri boyunca. Yenə başlayıb rəhmətli olub. Buyur görək təzdən nə var? Məgər siz mənim dərdimi bilmirsiniz? Dəxi nə lazım soruşmaq? Bu köhnə söhbətdir Cahangir. Təzədən nə var? Onu buyur görək. Nə olacaq? Fəxrəddin bəy gəlibdi. Ümid yerim kəsilib. Vəssalam. Bundan artıq nə istəyirsən? Ümid yerin kəsilib sonra nə olsun? Evdə oturub dolarvat kimi zıqqıllamaqdan ələ nə gələr? İnsan gərək, deməli, Məhərrəm onu əslində bir neçə obyektə bənzədir. Dolarvada bənzədir. Daha sonra gördük ki, suya basılmış toyuğa Fərhad bənzədir. Məhərrəm deyir ki, sanki xanzadələrin borcunu bundan almaq istəyirlər.
və eyni zamanda da nəyə bənzətdi? Dul arvad. Dul arvada bənzədir. Və Cahangir bəy, necə ki mən fikir eləmirəm, dərdimə dərman axtara bilmirəm, gecə gündüz belə çevirirəm, elə çevirirəm, nə qədər fikir eləyirəm, bir əlac tapmıram. Məgər indi mənim dərdimin əlacı Fəxrəddinin foto olmağı, yəni dərdimin əlacı insan qanıdır. İndi nə deyirsiniz? Deyin. Nə deyirsiniz? Deyin. Məhərrəm, mən bilsəm ki, sənin dərdinə insan qanı dərman ola bilər, vallahi mən elə bu saat Əzraili qəbul eləyərəm. Dərd odur ki, mən elə dərmana inanmıram. Fərhad, Cahangir, mən ölüm doğrusun de, qızın sənə heç biraz meyli var ya yox. Onunla bu barədə danışmısanmı? Yoxsa elə uzaqdan uzağa məcnun olmusan? Deməli, Fərhad da həm Cahangir özünü məcnuna bənzədir. Bu test obyektiv predmeti olduğu üçün deyirəm, yəni görmüşəm. Həm də Fərhad onu məcnuna bənzədir. Görürsünüz, böyük nə yazılıb. Yəni, söhbət Leylinin məcnundan gedir. Cahangir bəy, nə qədər məgər sifariş eləmişəm, cavabı həmişə birdir. Mümkün deyil, məndən inciməsin. Deməli, Cahangir bəy uzaqdan uzağa ona sifariş göndərir ki, bəs belə, o da deyir ki, mümkün deyil. Yəni, Səadət xanım, məndən inciməsin deyir hətta, mədəni şəkildə. Bir dəfə də yolda görür və deyir ki, bir dəfə yolda görmüşəm, cavab verdi ki, zülmə razı olma. Deməli, Səadət xanım belə bir ifadəsi var, zülmə razı olma. İndi biz nə edək? Qız razı deyil, atası razı deyil. Evləri Qars qalası, bəs nə tövr olsun? Baxın, evləri Qars qalasına bənzətmə məsələsi yadınızda qalsın. Fərhad, deməli, Rüstəm bəyin evini Qars qalasına bənzətdi. Aman günüdür, qardaşlar. Axırda mən bu ortaq cəhətlərə nümunə çəkəcəm sizə. Əgər bacarsaz, müzayiqə eləməyin. Məhərrəm, heç fikrə getmə, sizdən savayı kömək yerim yoxdur, deyir. Məhərrəm, sən Cahangir, qəribə adamsan vallahi. Mən necə fikrə getməyim ki, Rüstəm bəy evini eləyib bir əl çatmaz qala. Baxın, Məhərrəm də onun evini qalaya bənzətdi. Fəxrəddin bəy də həmçinin onun da evini qalaya bənzətdi. Əlavə tutaq ki, elə biz qadir olduq Fəxrəddin bəyi öldürməyə. Sonra nə olsun? Cahangir, qardaşım, acığın tutmasın. Axı sən elə yerdən tutmusan ki, mümkün olan şey deyil. Səadət xanım deyəndə bir padşaha layiq qızdır. Deməli, ona dəyər verirlər. Baxın, Səlma ana əsərində də qız nə qız, sultanlara layiq ifadəsi işlənir. Yəni, onu da sultanlara layiq hesab edirlər. Ortaq cəhət olaraq götürə bilərik. Sənin mənim tayımız deyil, deyir. Afərin sənə Məhərrəm. Axır nə lazım olub bir bitməyən işin dalına düşək. Məhərrəm ümumiyyətlə bu əsərdə çox ağıllı cümlələr qurur, məntiqli cümlələr qurur. İstər Fəxrəddini görəndə, istər Cahangir bəyin özünə qarşı. Yəni, maraqlı və məntiqli harda sizə sual düşsə ki, danışan kimdir? Əlbəttə ki, Məhərrəm. Və Cahangir deyir ki, bayaq dedim ki, utan nə bilir, qayış nə çəkir. Sən nə bilirsən mənim nə çəkirəm? Allah səni mənim günümə salaydı, onda bilərdim mən nə haldayam və nə çəkirəm. Neyniyim? Rəhmətliyin oğlu. Məhərrəm də elə söz danışır ki, güya Fəxrəddin bəyi öldürmək çox çətin işdir. Vallahi, onu elə bu gecə öldürüm, o ki qaldı qıza, sən öləsin. Çətini bir ələ keçməsin. Nə qayıracaq? Atlar düşər, axır yumşalar. Deməli, atılıb düşüb axır yumşalar ifadəsi, səhv etmirəmsə, Dəli Kürün orijinalında da var idi. Orada, belə deyək, orada da Cahandar ağa düşünürdü bunu. Qadınların, yəni, etirazını bu formada əhəmiyyətsizləşdirirdi. Məhərrəm, Fərhad. Böyük danışma. Vallahi bu saat Fəxrəddin bəyin qapısında 2 gədə var ki, bizi diri-diri yeyərlər. Nə söyləyirsən? Qız da o sən deyən qızlardan deyil. Sən onu tanımırsan. Ona yaxın getmək olur. Cahangir bəy. Ay uşaqlar, siz ki məni yaxşı tanıyırsınız. Mənim əlimdən nə gələr, nə gəlməz. Heç gün bilməsə də, siz ki görmüşsünüz, siz ki bilirsiniz. Məgər mən özüm Fəxrəddini öldürməkdə aciz qalmışam. Əlim gəlmir. Səadətin əziyyətindən qorxuram. Yoxsa mənə nə olub? Aha, deməli, Səadətə
əziyyət vermək istəmir. Uzun danışmaq lazım deyil. Durun ayağa gedək, izləyək. 1-2 gündən sonra özümüzü vuraq əjdahalar içinə. Ya onlara verən Allah, ya bizə. Hər nə ola. Ya Fəxrəddini öldürməyə, ya qız qaçırmağa. Vəssalam. Mənim məsləhətim belədir. İndi özünüz bilin. Məhərrəm baş üstə buyurun gedək deyir. Cahangir bəy isə buyurun gedək və gedirlər. 4-cü məclis. Burada isə qaranlıq gecədə Fəxrəddin bəyin mənzilinin qabağındakı bağçada hadisələr baş verir və Şahmar bəy gəlir, əlində də tüfəngi var. Şahmar bəy, yamanca qaranlıqdır, göz gözü görmür. Hacı Murad, Xəlil, birisini diri tuta bilsəydik, nə yaxşı olardı. Onda Rüstəm bəydən bir dəfə xilas olardıq. Tutan kimi düz aparıb şəhərdə divan əlinə verərdim. Mən məhkəməyə, o dövrün məhkəməsinə divan deyilirdi. Rüstəm bəy qarışdırardım işə. Necə ki, o mənim əmilərimi işə saldı, qulaqları cırıldaya gedərdi. Bir yolluq canımız qutarardı. Hacı Murad yenə çağırır. Hacı Murad və Xəlil gəlirlər. Şahmar bəy, uşaqlar, nə var nə yox? Xəlil, ağa, hələ ki bir şey yoxdur, amma yamanca qaranlıqdır. 2 qədəmdə adamı seçmək olmur. Hacı Murad, bircə ilə hənirtdən bilmək olar ki, yaxında adam var. Allah eləsin ki, bu gecə gəlsinlər. Şahmar bəy, deməli şübhələnirlər əslində. Əgər birisini diri tuta bilsəydi, çox yaxşı olardı. Ancaq Allah xatirinə özünüzü gözləyin. Yoxsa birinizi vursalar, gərək biz papaq qoyub çölə çıxmayaq. Deməli, Şahmar bəy nökərlərinin hər hansısa birinin ölümünü də qeyrət məsələsi hesab edir. Və belə deyək, onun öldürülməsi, həmin nökərlərdən birinin öldürülməsi onun üçün qeyrətsizliyi idi. Xəlil isə ağa, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur. Deməli, burada bir nəfərin adı çəkilir. Hacı Rəsulun çəpəri. Səməd kişinin evi. 2 şəxs var ki, adı var, amma özləri yoxdur. Hacı Rəsul və Səməd kişi. Hacı Rəsul adına biz bir də rast gələcəyik. Səhv etmirəmsə, deyəcəm bunu, sizə dəqiqləşdirib deməliyəm. Yoxsa səhv eləyə bilərəm. Molla Rəsul var idi. Səhv eləmirəmsə, bu Xurşudbanın Natəvan əsərində idi. Dəqiqləşdirib deyəcəm, dəqiq olsun. Deməli, Hacı Rəsulun burada adı çəkilir və Səməd kişi. Səməd 100% aldanmış Kəvakib əsərində var. Axund Səməd. Deməli, Xəlil deyir ki, Hacı Rəsulun çəpəri tərəf adamımız yoxdur. Səməd kişinin evi tərəfdə qorxuludur. Şahmar bəy, o tərəfdən cürət edib gələ bilməzlər. Bir daha deyim, baxın, Hacı Rəsulun çəpəri tərəf adamları yoxdur. Səməd kişinin evi tərəf qorxuludur. Bunu nəzərimizdə saxlayaq. Şahmar bəy daha sonra deyir ki, Hacı Rəsulun çəpərində adam qoymaq gərək. O tərəfdən, yəni Səməd bəyin ev tərəfdən gəlməyə də cürət eləməzlər deyir. Gərək mən, Xəlil də deyir ki, gərək mən özüm orada duram. Hər ki o tərəfdən gələn olsa, çünki dalı çox bərkdir, tuta bilməyəcəm. Elə ataram qalar yerində. Şahmar bəy, çox yaxşı, dəxi durmaq yeri deyil. Gedin görək, Allah nə istəyib, sərhesab olun, özünüzü gözləyin. Gedirlər. Və Şahmar tək. Mən Fəxrəddinə deyəndə ki, qardaş, sən bu xarabanın işini bilməzsən. Burada müsəlmanlar haqla haqq bir-birinin qanını içirlər. Mənə inanmırdı. İndi özü düşüb əl-ayağa. Bəs necə oğlan, elə bilirsən ki, biz burada asanlıqla çörək yeyirik. Bizim yer Almaniyadır. Bundan sonra bilərsən ki, bu vilayətdə baş çıxarmaq böyük hünər istəyər. Fəxrəddin bəy gəlir və onun da əlində tüfəng var. Tezdə düşəcək ki, Fəxrəddin heç vaxt əlinə silah almır, amma alır. Sadəcə məcbur qalır. Və deyir ki, Fəxrəddin bəy, xaraba qalasan vilayət, mən, Fəxrəddin, tüfəng, neyniyəsən? Qudurmuş itlərdən lazımdır ki, özünü müdafiə eləyəsən. Bir adam ki, heyvandan seçilməyə, ondan əlbəttə qorxmaq gərək. Yazıq heyvanlar. Şahmar bəy, təbəssümlə, Fəxrəddin bəy, bizim vilayətdən Almaniya necədir? Bir-birinə bənzəyirmi? Fəxrəddin bəy, yalansa xaraba qalsın sizin vilayəti. Hələ bir şey yoxdur ki, ay Şahmar. Hələ ki, xeyr, hərgah gələn olsa, kənarda bir gədə qoymuşam. İt kimi hürəcək, bizi xəbərdar eləyəcək. Burada həqiqi mənada deyir, it kimi hürməyi.
Yəni həqiqətən də it kimi səs çıxardacaq mənasında deyir. Fəxrəddin bəy qoşun keçdikdə belə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. Belə də vəhşi, yəni deyir ki, qoşun belə deyək, hazırlıq görəndə qoşun keçdik, qoşun hazırlığı olduğu vaxtı yerdir deyə. Belə deyir, hazırlıq görmürlər, amma biz bu qədər hazırlıq görürük. Yəni silahlanırıq, tüfəngllənirik, sanki ora-bura müdafiə məqsədi ilə adam qoyuruq və s. və ilə axır. Belə də vəhşi nadan tayfa olar. Gecə-gündüz yuxusuz hər bir saatda gözləyirik. Ha, budur evimizi odlayacaqlar, gülləbaran edəcəklər. Bəs biz nə edək ki, Şahmar bəy deyir, tamam ömrümüz belə keçir. Darıxma Fəxrəddin, Allah kərimdir. Ancaq qardaş, belə işlər sənin işin deyil. Sən get arxaya yat. Əlbəttə gedib yatacağım. Tay demir ki, sənə kömək eləyəcəm. Ancaq buraya gəlməkdə qəsdim səni görüb tapşırmaqdır ki, olmaya bir adam yaralana. Yəni, ölüm istəmirdi, qan istəmirdi. Hərgah bir adama güllə dəysə, Şahmar, elə bil ki, o güllə mənim gözümə dəyib. Bu ifadə bir çox obrazın dilində var. Bir deyir ki, sənə dəyən güllə sağ gözümə dəyəydi, qardaş, Səadət xanım. Və eyni zamanda Fəxrəddində də var bu. Bax, Allah xatirinə qan tökməyin, səy eləyin, qaçsınlar, getsinlər. Qan tökülməsinin əleyhinədir. Baxın, Qanpoladda da, yəni Səlma anada da Qanpolad qan tökülməsini istəmirdi. Sən get arxaya yat, qoymaram xəta ola. Elə gördək ki, biz sərhesabıq, özləri qaçarlar. Qorxma, qoymaram adam vurula. Fəxrəddin bəy, Allah amanında, mən gedirəm, ancaq mən ölüm Şahmar. Tapşır ki, vurmasınlar. Eşidirsən, mən ölüm deyirəm ha. Qorxma, qoymaram, arxayın ol, gecə yarıdan keçib, get yat. Və balaca uşağı yatmağa yollayır. Fəxrəddin bəy, hərgah yatmaq mümkün olsa, yaxşı, xudahafiz. Xoş gəldin. Birdən elə dəli qudurmuş Rüstəm bəy özü gələ və ələ düşə. Nə qəribə iş olar. Hər nə desən çıxar o kişidən. 5 vaxt namazdan savay. Gülməli bir məqamı vurğulayır burada. İş bilməmək belə olar ha. Yalvarır ki, qoyma adama zəfər yetişə. Bəli, biz onları vurmayaq. Onlar bizi qırsınlar. Yaxşı məsləhətdir vallah. Görək Allaha pənah. Kinoya ilə danışır burada. İroniya ilə. Və çıxır gedir. Şahmar təbii ki, Fəxrəddin dalınca danışır bunu. Şahmar bəy gedəndən biraz sonra Fərhad və Məhərrəm gəlirlər və onlar da xofludular, yavaşdan danışırlar, əllərində də tüfəng var. Fərhad. Keçəli şeytanın ağlına gəlməyən iş sənin ağlına gəldi. Daha doğrusu keçəl, şeytanın ağlına gəlməyən iş sənin ağlına gəldi. Nərdivanı harda qoydun? Məhərrəm. Çəpərək söykəmişəm. Təpil, bax, Fəxrəddin bəy bu özüdür. Şamı yandırıb kitab oxuyur. Bədbəxt, əcəl gerləyir. Mən ölüm, hələ tələsmə. Qoy görək nə qayıracaq. Kitab oxuyur, şəklə baxır. Yəqin Səadət xanımın şəklidir. Məhərrəmin həm də danışıqlarının məzəli olduğunu görürük. Əslində bu çoxluq təşkil eləsəydi, yəni bu komik məzmunda, gülməli, humoristik məzmunda olan danışıqlar çoxluq təşkil eləsəydi bu əsərdə, bu əsər artıq tam olaraq faciə hesab olunmayacaqdı. Və yaxud Fəxrəddin ölməsəydi, idealları yaşasaydı, buna biz dram deyə bilərdik. Dram janrında yazılmış əsər deyə bilərdik. Amma görürük ki, komik ünsürlər azlıq təşkil eləyir. Daha çox Məhərrəmin dilində var bu. Azlıq təşkil edir və baş qəhrəman ölür, faciə onun faciəsi idi əsas. Ona görə də buna biz faciə deyirik. Və Fərhad deyir ki, tamaşa yeri deyil, qardaş, tutarlar, sən öləsən, dərimizi boğazımızdan çıxardarlar. Qutar gedək. Məhərrəm, bağ içində bizi kim görə bilər? Mən ölüm, biraz səbr elə, afərin oğlan, pəh. Məhərrəm, deməli, favori hesab edir özü üçün Fəxrəddini, yəni onu bir özünü sevimli bir insan görür, insan kimi görür artıq görəndən sonra. Fərhad isə onun işini bitirib, yəni Fəxrəddini öldürüb aradan çıxmaq niyyətindədir. Sadəcə buna Məhərrəm mane olur, imkan vermir.
Fərhad deyir, belə dur görüm ha. Qoy yatırdım gedək. Yəni öldürüm, yerə sərim. Sonra tərif eləyərsən. Məhərrəm, mən ölüm səbr elə, a gedə. Sən nə qorxaqsan? Belə bağ içində, belə qaranlıqda adam görmək olar, adam tutmaq olar. Fərhad, bu canım ölsün ki, sən ya dəli olubsan, ya bizə əcəl gəlib. Bircə fikir elə gör, hardasan, məqam nə məqamdır? Yəni gör kimin evindəsən, kimin bağçasındasan. Məhərrəm, sən nə ağciyər adamsan Fərhad. Qoy bir tamaşa edək. Görək Səadət xanım ruhi rəvanı necə oğlandı. Maşallah, afərin, həqiqətən gözəl oğlandı Fərhad. Pa, olmadı ki. Bəsdir. Rəng-rəng danışma. Sən Allah qoy tamam eləyim gedək. Məhərrəm, mənim əlim qurusun. Əgər belə cavana mənim əlim qalxsa, deməli həm də insaflıdır Məhərrəm, görürük. Heyf deyil, adam gərək onda Allahsız olsun. Fərhad, Məhərrəm, Allaha bax. Bu yer naz qəmzə yeri deyil. Məhərrəm, mən ata bilmərəm, əlim qurur. Fərhad, əstağfurullah. Sən belə dur, gör mən onu necə yatırdıram. Olmaz, qoymaram heç vaxt. Əllərimi kəssən, dişlərimlə tutub qoymayacağam. Vəssalam. Fərhad, baxın, görün, düşmən obrazı belə Fəxrəddinin etdiyi iş qarşısında yumşalır və ona qıymır. Yəni, müəllif burada nə demək istəyir bizə? Düşmən obrazı belə insaf sərgiləyir Fəxrəddinə qarşı. Yəni, Fəxrəddin öldürüləcək bir insan deyil. Buna layiq bir insan deyil. O millətə faydalı bir insandır. O uşaqların, qadınların, gənclərin gələcəyini düşünən, Səadəti də o oxudub. Yəni ona təhsil verən də, ona elm öyrədən də Fəxrəddindir. Nə üçün belə bir gənci öldürüb həyatdan qoparasan ki? Bunu onun düşməni belə başa düşür. Amma mühit, cəmiyyət bunu qəbul edə bilmir. Təəssüflər olsun və Fərhad deyir ki, bəs nə üçün məni buraya gətirmisən? Yəqin ki, məndən düşmənçiliyin var. Uzun danışma Fərhad, ağıllı danış. Sənə deyirəm, qoymaram, vəssalam. Bircə də görüm Cahangirə nə cavab verəcəksən. O sənin borcun deyil. Belə məlum olur ki, sən bizə yoldaş deyilsən. Bəlkə hələ burada saxlayır nitqini. Əslində bunlar Cahangir bəyə görə gəlmişlər. Yəni bunlara Rüstəm bəy deməmişdi, amma görür ki, biz Cahangirə nə cavab verəcəksən deyə Fərhad deyir. Yəni görür ki, bunları Cahangir təlimatlandırıb, belə görünür. Məhərrəm isə deyir ki, baş aparma Fərhad, adam kimi danış. Kənarda tüfəng atəşinin səsi eşidilir, Fəxrəddin şamı söndürür. Məhərrəm və Fərhad qaçırlar. Xəlil, tərpənmə boynunu sovururam. Şamil bəy, a gedə, qoymayın, qabaqla, hara qaçırsan, qoymayın, a gedə. Hacı Murad, tutun a gedə, qoymayın, getdi, tüfəng səsi. Və Xəlil, tüfəngi elə atmazlar, a gəldi, tüfəng səsi. Hacı Murad, tutmuşam, gəl a gedə, tərpənmə öldürdüm, hara tərpənsən, öldürürəm bu saat. Xəlil o birisi necə oldu a gedə, at qalsın yerində, qoyma qaçdı. Qorxma, gəldim, Şamil bəy gəlir, qorxma, gəldim, buraxmayın, bağla qollarını. O birisi necə oldu, ay uşaqlar? O birisini apardılar, tez-tez tüfəng atılır və səs uzaqlaşır. Qoymayın, apardılar. Və növbəti məclis gəlir, 5-ci məclis. Səadət xanım, mənim ağlım kəsmir ki, bugün Mahmud şəhərə getmiş ola. Heç elə gün olmayıb ki, bizim evimiz bu mərtəbə yiyəsiz qala. Gədələrin biri də evdə yoxdur. Qanmıram, bu nə işdir? Deyirəm, yoxsa bu evi yıxılmışlar, o tərəfə gediblər. Yəni, şübhələnir ki, onlar Fəxrəddin bəyin evinə gəlmiş ola bilərlər. Gülbahar xanım, mən özüm də qanmıram. Mahmud gedəndə mənə dedi ki, şəhərdə işim var. 1-2 gündən sonra qayıdacağım. Deməli, çoxdan gedib əslində. Yaxud da təzəlikçi gedib, Gülbahara belə deyib. Mən onu bilirəm ki, Rüstəm bəy Hürü nənə gəlir artıq. Mən onu bilirəm ki, Rüstəm bəy qaranlıq qoşandan 1-2 saat sonra tüfəngi götürüb getdi. Deyəsən, elə o bədbəxt uşaqları o tərəfə getdilər. Hürü nənə isə belə deyir. Gülbahar, yavaş bir ay qız, bu nə səsdir? Ay başına dönün, Səadət xanım. Biraz sakit ol görüm. Siz burada durun, mən görüm bu nə səsdir. Bu saat qayıdıram. Hürü. Heç bir iş görünməyib ki, sənin evində bir Allah bəndəsi gəlin ola, sən gedəsən onun atası evinə od vurub qardaşlarını öldürəsən.
Belə yox olasan sən, ay Rüstəm bəy. Yox. Gülbahar, Allahın qəzəbinə gəlsin onu görüm. Evi başına uçsun, tarmar olsun, Səadətin canından uzaq yerdə. Yəni, əslində Səadətin də evi idi, qarğış tökdüyü. Sadəcə Səadətdən iraq olaraq Rüstəm bəyə qarğış, öz qaynatasına qarğış tökür. Hürü, vallahi əgər Səadət olmuyor, bu evdə mən bir gündə qalmaram. Deyirəm, nə bilim, bəlkə Allah rəhm eləyə bir növ bunlar barışalar, Səadətin işini qutaraq, çıxaq gedək evimizdə. Deməli, Hürü əslində Səadətin dayəsi idi. Burada görürük ki, baxın, Nurəddin hekayəsində də Bahar Nurəddinə görə getmək istəmir, qalır. Qalan bütün qulluqçular Gülpərinin əlindən bezib getmişdilər. Burada da Hürü nənə Səadətə görə getmək istəmir. Gülbahar xanım, yox, bu evi yıxılmış Rüstəm bəy farağat oturmayacaq. Ölənəcən barışıq da ola bilməz. O elə məlum deyil. Səadət xanım tələsik gəlir. Hürü nənə Mahmudun çuxasını, Əhmədin yapımcısını, papaqlarını tez buraya gətir. Tez ol, tez. Sual lazım deyil, durma. Hürü gedir. Xudaya, bilmirəm biz nə günah eləmişik ki, bu qədər müsibətlər bizim başımıza gəlir. Gülbahar, titrəmək vaxtı deyil. Bu dəqiqə sən gərək gedəsən. Burada artıq qala bilməzsən. Deməli, Səadət xanım artıq nədənsə xəbərdardır. Mahmudun vurulduğundan yəqin ki, xəbərdardır ki, bunu belə deyir. Evin yıxılsın ata, evin yıxılsın. Gediblər, qırğın olub, çoban söyləyir. Aha, baxın, nitqinin sonunu görürük. Deməli, ora gediblər, qırğın olub və çoban söyləyir bunu. Çobanla eşidir. Tezdə düşsə ki, Mahmudu qarşılayanda görür, ya Rüstəm bəy deyir, bunlar səhv olar. Deməli, Səadət xanım çölə çıxandan sonra çoban onu görür və bunları söyləyir ona, qırğın olduğunu. Canım sənə qurban Səadət, yoxsa atamın evi yıxılıbdı. Uy Allah, uy Allah, ölüm mənimdir. Səadət xanım, ağlamaq yeri deyil. Hürü gəlir. Gey çıxanı papağa qoy başına. Hürü nənə, sən də tez olun, bax belə. Tez olun, bax, ha belə. İndi Allah amanında. Deməli, Səadət xanım hər ikisinə kişi paltarı geyindirir, Gülbahara da, Hürüyə də və onları evdən yola salır. Deməli, bu da Hürünün ikinci dəfə geyindiyi kişi paltarı. Birinci dəfə Fəxrəddinin yanına gedəndə geyinmişdi. Və Gülbahar, məni yadından çıxartma, gedin, Allah sizə yar olsun, deyir. Gedin, yoldan kənar, özünüz də bağçanın dalından çıxın. Onlar ağlaşıb, öpüşürlər və çıxıb gedirlər. Yazıq canım vay, Gülbahar deyir bunu. Yurtsuz, yuvasız canım vay. Səadət, Səadət, ölüm yaxşıdır ayrılıqdan. Allah kərimdir, gedin. Gedin, görün mənim başımda nə müsibətlər var. Və səs gəlir, Səadət xanım irəli durur, kimsə yaxın gəlmə, adını de yoxsa Rüstəm bəy, mənəm Səadət, qorxma. Səadət xanım, salamatsızmı ata, dəxi məndə can qalmayıb. Belə iş olmaz ki, siz mənim başıma gətirirsiniz, Rüstəm bəy. Qorxma qızım, bir elə artıq iş olmayıb, sən get içəri, yad adam var. Bir elə iş olmayıb, nə deyən sözdür ata, bəs Mahmud hanı? Allah məni öldürsün, qutarsın sənin əlinə. Deməli, Səadət xanım atasına qarşı dürüsttür və necə varsa elə də deyir. Deyir ki, Allah məni öldürüb sənin əlindən canımı qutarsın. Yəni, beziyini deyir də bir növ atasına. Atası da əsəbləşir, deyir, sənə deyirəm, bir elə iş olmayıb. Get, qalmaqal eləmə, cəmaatı buraya tökmə. Mahmud bəyi Əhməd qoluna girib yavaş-yavaş gətirir. Hansı ki, bu Əhməd Fəxrəddini də öldürəcək. Deməli, Mahmudu o gətirir. Bunun kişilik damarı tutacaq ki, Mahmudu vurdular, gedim mən də onları vurum. Səadət xanım, uy qardaş, bacın ölsün, ay qardaş, sənə nə olub, ay qardaş, Rüstəm bəy. Səadət, çığırıb, bağırıb, aləmi buraya tökmə, Allah xatirinə. Mahmud bəy zəif səsinə, qorxma Səadət, qorxma. Sənə mən söz verdim, mən deyən olmadı, Allahın işidir, Allah işidir. Rüstəm bəy, bir yastıq, tez, ha, Səadət xanım yastıq arxasınca qaçır.
Qorxma, yassar, mərdanə ol. Oturdu Əhməd, gir qoltuğuna. Ha, belə. Tələsməyin, qoyun biraz dincəlim. Səadət yastıq gətirir. Uf, yavaş, yavaş. Mahmud bəy deyir bunu. Səadət xanım o güllə bacının gözlərinə deyəydi. Ay qardaş, yazıq qardaş. Dincəldinmi ata? Dincəldinmi? Bir qayçı tez ha, yara gərək bağlana. Bağlanmasa olmaz. Bəlkə xətərli yaradır. Qolunu belə başına dönüm. Çıxardı Əhməd. Mahmud bəy, yavaş, yavaş tərpətmə. Qoy biraz dincəlim. Əhməd yaraya baxır. Rüstəm bəy, qan çoxmu gedib, ha gedək. Bilmək olmur ayağa. İndiyə kimi axdı getdi. Qan nə qayırır? Səadət xanım. Sən belə dur Əhməd. Bacın gözlərinə qurban qardaş. Əhməd belə tut. Ha, belə, yavaş. Tut buradan, çıxart, yavaş yavaş. Bu saat canım sənə qurban, çıxart. Ha, belə. Rüstəm bəy Səadətə, indi sən belə dur, özün də buradan get. Əhməd, üsullu böyrü üstə çevir. Yaxşıdır, çox incitmə. Bu yaranı bağlasan yaxşı deyil. Səadət xanım, elə demə. Deyinən ki, evin yıxılıb, vəssalam. O güllə bacının sağ gözünə dəyəydi. A, qardaş. Axır sən nə işin vardı elə yerlərdə? Yazıq qardaş, mehriban qardaş, dincəl ata, evi yıxılmış ata, dincəl. Rüstəm bəy, Mahmud, niyə danışmırsan? A, başına dönüm, Mahmud, biraz dikəlt, a gədə. Bu Vəli hansı cəhənnəmdə qaldı, bilmirəm. Əhməd, axa, Cahangir bəy Vəlini tutdular. Yazıqlar şir kimi əlləşdilər, olmadı. Deməli, Vəli epizodik obrazdır əslində. Orada biz onun çox az bir nitqinə yer ayrıldığını görürük. Epizodik obrazlar baş qəhrəmanın və yaxud əsas surətlərinin xarakterin açılmasına kömək edirlər. Burada biz görürük ki, Cahangirlə Vəlini tutublar. Müflisləşmiş bəy olan Cahangir bəy nə oldu? Tutuldu. Amma Səlman əsərində Orxan məsələn öldürülmüşdü Qambpolat tərəfindən. Deməli, bunlar da gedibmiş o davaya, yəni Fəxrədingilə və Fəxrəddinin əhvalında biz gördük ki, bundan qabaqki məclisdə, yəni əhvalatında gördük ki, 2 nəfərdən biri qaçıb, birini tutublar, amma bəlli deyil, kimdir, kim deyil. Zalım uşaqları güya ki, bizim yolumuzu gözləyirlərmiş. Əhməd deyir bunu. Səadət xanım Mahmuda bax, uy ay qardaş, ata, evin başına otursun, ata. Bar üzünü qibləyə çevir. Atasının üzünə qarşı qarğışda tökür. Rüstəm bəy, Mahmud, axır sən Rəşid bəyin qardaşısan, niyə belə yazlar olursan? Mahmud, niyə dinmirsən? Qoca atan sənə qurban. Səadət xanım, bacının gözlərinə qurban qardaş. Allahı çağır, salavat çevir. Kəlməni də, ürəyinin sözünü də nakam gedən qardaş. Mahmud bəy zəif səslə, Gülbahar, yazıq, bu da Gülbahar axtarır. Səadət xanım, Gülbaharı çağırın mı gəlsin? Rüstəm bəy, canıma od salma, ciyərimi dağlama, nakam gedən oğul. Taxsır məndədir. Ay oğul, mən ölməli idim. Mən. Biz görürük ki, burada Rüstəm bəy həqiqətən də peşmanlıq çəkir. Artıq peşmandır. Rüstəm bəy nə üçün ziddiyyətli bir obrazdır? Baxın, onu burada görürük, gördüyümüz kimi. Peşman da öz əməlinə. Əgər bir obraz öz qüsurlarını qəbul eləyirsə, nöqsanlarını qəbul eləyirsə, onu biz tam olaraq mənfi obrazlı deyə bilmərik. O, müsbət də deyil, çünki qisas istəyən bir obraz, ölüm arzulayan bir obraz müsbət ola bilməz. Qisas baxır özü necə? Günahsız insandan sən qisası necə istəyə bilərsən? Qan davası məsələsi, köhnəliyi necə müdafiə edə bilərsən? Bunlar varsa təbii ki, mənfilikdir bu da. Amma onu ziddiyyətli eləyən məsələlərdən biri də məhz budur. Peşmanlığı, səhvini başa düşməsi. Mahmud bəy, Gülbaharın xətrinə dəyməyin, incitməyin. Deməli, Fəxrəddin Səadətə qarşı deyirdi bunu. Səadətin, yəni, xoşbəxt olması üçün. Mahmud bəy də Gülbahar hərə öz sevdiyi haqqında deyir bunu, yadda saxlayaq. Səadət xanım, qorxma ay qardaş, mən ölənəcəm, qoymaram Gülbahara güldən ağır söz deyilə. Gülbaharın sənə qurban, bədbəxt qardaş.
Rüstəm bəy, ay oğul, aman günüdür, mənim evimi yıxma, məni imansız eləmə. Əhməd, o güllə deyəydi mənim sağ gözümə ayağa. Bunu Əhməd də deyir. Yəni sağ gözümə o güllə dəyəydi məsələn. Mahmudun dilindən eşidirik, daha doğrusu Əhmədin dilindən eşidirik, Səadət xanımın dilindən eşidirik. Eyni zamanda Fəxrəddinin də dilində var idi bu. Ağa, ay yazıq Fəqir ağa. Fəqir ağa deməli Mahmud haqqında da deyir bunu. Elə adam vurmayın deyib yalvarırdın ayağa. Elə adam vurmayın deyib. Deməli Mahmud ora gedəndə adam vurmayın deyə yalvarırmış. Necə ki Fəxrəddin də heç kəsə vurmayın deyirdi. Baxın Fəxrəddinlə Mahmudun burada ortaq cəhətləri var. Və Rüstəm bəy bircə səsini çıxardı. Ay oğul, malım dövlətim sənə qurban ay oğul. Evimə od düşəydi Mahmud. Dilim quruyaydı Mahmud. Səadət xanım, sən qardaşımı tufana verdin ata. Sən yıxdın evimizi, yurdun dağılsın ata. Uy, başınıza dönüm qardaşım keçinir. Üzün qibləyə çevirin. Evi yıxılmış ata. Yurdu tarımar olmuş ata. Bari qoyma qardaşım quransız keçinə. Uy Allah, yazıq qardaşım. Mahmudu qucaqlayır. Rüstəm bəy Mahmuda baxıb, Əhməd, xalçadan tut belə çevir. Dilim quruyaydı oğul. Üzünü qibləyə çevirirlər. Biraz da belə, səni namus yolunda bada verdim oğul. Əhməd, yürü molla dalınca. Deməli, molla dalınca yollayır onu. Görür ki, həkim də yoxdur heç burada ki, həkim çağırsın. Əhməd, evimiz yıxıldı, ay başına dönüm. Bu şəhidə nə Quran, gecənin bu vaxtında molla nə qayırır? Yetirməz, yeritməz, yetirməz deyir, yetirməz, keçibdir. Səadət xanım tez Quranı götürüb, ay qardaş, qulaq as, gör bacın üstündə necə Quran oxuyacaq. Quranı açır, Bismillahirrahmanirrahim, qəş eləyib yıxılır. Rüstəm bəy ayaq üstə, baş açıq, ay gədə, o xəncəri sox mənim ürəyimin başına. Atam sənə qurban, məni öldürün ay cəmaat. Mən bir imam dünyada sağ qoymayım. Özünü imansız hesab edir. Başınıza dönün Mahmud, ev eşiyimə bu saat od vuracam. Mahmud, səndən sonra mənə heç zad lazım deyil Mahmud. Əhməd, od gətir, küləş gətir, yurdumu gərək xaraba qoyam. Oy Mahmud, belimi sındıran oğul. Əhməd, qutardın ağa, dünyanın qıylı qalından. Burada Mahmuda deyir, dünyanın deyir, dərdindən daha doğrusu yox, qıylı qal davasından, qalma qalından. Heyf sənə, səndən sonra mən bu evə üz döndərmərəm. Qanını əvəz eləyib baş götürüb gedərəm. Deməli, qanını əvəz eləyib. Bu insan hələ də ağıllanmadı da. Bu da qanını əvəz axtarır. Deyir ki, qanını əvəz eləyib, gedərəm, and olsun sən bu canına, külfətdən əl çəkib vətəni atıb yurd yuvanı dağıdıb baş götürüb gedəcəm. Ta bu ömür olmadı. Və üzündən öpüb, özümü sənə qurban dedim, indi get qəbirdə rahat yat. Qanına qan eləyərəm, qorxma, gedə, ağa, mehriban ağa, rəhimli ağa, nakəm ağa deyir. Və növbəti məclis, 6-cı məclis, o da Fəxrəddin bəyin mənzilinin qabağında yenə baş verir və Əhməd burada artıq başlayır o xətakarlığını eləməyə. Deyir ki, abi vəfa puç dünya, bu az müddətdə gör necə gözəl oğlanlar bada gedib. Rəşid bəy getdi, Mahmud bəy getdi, Vəli kimi əjdaha qalada axırıncı yaradan tələf oldu, getdi. Görür ki, Vəli nəsə 5 dəqiqənin içində bu da öldü, getdi. Bayaq tutulmuşdu. Tutulandan sonra da yarasından ölür. Cahangir bəyin yurd yuvasını dağıtdılar. Canlı dustaqxanada çürüyür. Rüstəm bəy kimi pəhləvanın beli bükülüb, özü dönüb bir yumağa. Onu neyniyib? Daha da əhəmiyyətsizləşdirib. Kiçildib, yumağa döndərib. Tüfəngini sazlayıb gizlənir.